çox dərin məna daşıyan misralarla qarşınızdayıq. Dinləyək. Öz qəlbimi sındır və şikaf eylə məhəbbətlə. Ged ayneyi ruhu saf eylə məhəbbətlə. Yarın sərkuyində təvaf eylə məhəbbətlə. Vacib sayılır Kəbəyi Ülyaya gedib gəlmək. Bu misralar Allaha çatmaq üçün qəlbin təmizlənməsinin fəlsəfəsini çox güclü şəkildə ifadə edir. Bu bənd insanın mənəvi kamilliyə çatmaq üçün keçməli olduğu mühüm mərhələləri təsvir edir. Şair burada Allaha doğru gedən yolun qəlbdən başladığını vurğulayır. Gəlin bu heyrətamiz misraları dərindən analiz edək. Öz qəlbini sındır və şikaf eylə məhəbbətlə. Burada şair daxili mübarizəni nəzərdə tutur. Qəlbi sındırmaq və şikaf etmək. Bu fiziki hərəkət deyil, nəfsin və egonun tələblərini qırmaq, daxili dünyanı, günahlardan və dünyəvi bağlardan təmizləmək deməkdir. Bütün bu daxili mübarizə və təmizlənmə zorla deyil, Allaha olan sevgi ilə edilməlidir. Bu irfaniyyatda nəfslə mübarizənin əsas şərtidir. Get ayneyi ruhunu saf eylə məhəbbətlə. Burada aynə güzgü deməkdir. Şair ruhu bir güzgüyə bənzədir. İslam mistisizmində insan qəlbi və ruhu Allahın cəmalını və nümunəsini əks etdirməli olan bir güzgü kimi qəbul edilir. Lakin günahlar, nəfsi istəklər və dünya bağlılıqları bu güzgünü korlayır, paslandırır. Şair insanı öz ruhunu, yəni həmin güzgünü təmizləməyə çağırır. Bu təmizlənmə, tövbə, ibadət və nəfslə mübarizə yolu ilə ruhu dünyəvi çirklərdən qurtarmaq deməkdir. Ruh saf olanda Allahın həqiqi sifətlərini tam dəqiq əks etdirə bilər. Yarın sərukiyində təvaf eylə məhəbbətlə. Burada yar Allahdır. Sərukiyin mənası isə sərvə xas olan, hündür, yaraşıqlı, incə qamət, boy deməkdir. Təvaf etmək isə dövrə vurmaq, ətrafında fırlanmaq deməkdir. Buradan bu nəticəni çıxarmaq olar ki, şair bəndələrə bu cür səslənmə istəyib. Ey aşiq, Allahın zuhur etdiyi hündür və zərif nur kimi olan həqiqətin ətrafında saf eşqlə dövrə vur, pərəstiş et. Vacib sayılır Kəbəyi Ülyaya gedib gəlmək. Şair demək istəyir ki, bütün bu daxili təmizlənmə və Allaha eşqlə yönəlmədən sonra həqiqi Kəbə artıq insanın qəlbində formalaşır. Zahiri Kəbəyə getmək vacib olsa da, ruhun təmizliyi ilə gəlib getmək həqiqi anlamda vacib olan ibadətdir. Əsl həcc insanın qəlbini təkəbbürdən təmizləyib Allaha çatdırmasıdır. Yekun olaraq, bu misralar ilahi eşqin, məhəbbətin təsiri və nəfsdən ruha keçid mövzusunu təsvir edir. Şair göstərir ki, Allaha çatmağın yolu xarici ibadətlərdən əvvəl, qəlbi təmizləməkdən və ruhu məhəbbətlə cilalamaqdan keçir. Həqiqi həcc, fiziki Kəbəyə getmək yox, qəlbi ilahi eşqlə doldurub Allahın hüzuruna çatdırmaqdır. Öz qəlbimi sındır və şikaf eylə məhəbbətlə. Öz qəlbimi sındır və şikaf eylə məhəbbətlə. Ged ayneyi ruhu saf eylə məhəbbətlə. Yarın sərkuyində təvaf eylə məhəbbətlə. Yarın sərkuyində təvaf eylə məhəbbətlə. Vacib sayılır Kəbəyi Ülyaya gedib gəlmək. Vacib sayılır Kəbəyə gedib gəlmək.